Vaxtınız xeyir olsun yoldaşlar. Bugün sizlərlə Konstitusiyanın ikinci fəsli olan Dövlətin əsasları fəslinin izahını bölüşəcəm. Birinci maddəmiz, daha doğrusu say olaraq 7-ci maddəmiz, amma ikinci fəslimizin birinci maddəsi sayılan Azərbaycan dövləti maddəsinə baxaq. Bildirir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bu anlayışları birinci növbədə yadda saxlamaq üçün bizə açar söz lazımdır. Çünki gördüyünüz kimi 4 dənə təkrarlanan söz var və bu sözlər bizim yadımızdan çıxa bilər. Bu sözlərin bizim yadımızdan çıxmamağı, eyni zamanda çaşqınlıq yaşamamamız üçün açar sözlərdən istifadə edirik ki, bu hissəni yadda saxlamaq üçün bizə lazım olan açar söz ekranda da gördüyünüz kimi hüdud sözüdür. Hüdud sözü ilə yoldaşlar bunu artıq yadımızda saxlayırıq. Yəni bu şəkildə yazsaq daha aydın şəkildə hüquqi, gördüyünüz kimi demokratik, daha sonrasında unitar və sonrakı D hərfində isə dünyəvilik. Gördüyünüz kimi hüdud sözü vasitəsilə biz dövlətin xarakteristikasında nüans göstərilmiş sözləri yadda saxlaya bilirik. Hüquqi, demokratik, unitar və dünyəvi. İndi gəlin bunların izahına baxaq yoldaşlar. Birinci növbədə bizi qarşılayır demokratik sözü. Demokratik sözünün onsuz da biz mötərizə içərisində bunun mənasını vermişik. Yunan sözü olub, mənası demos, xalq, kratia hakimiyyət deməkdir. Yəni, xalq hakimiyyəti. Azərbaycan dövlətində hakimiyyətin mənbəyinin xalq olmasının isbat edən, sübut edən bir anlayışdır. Bu, demokratik sözü məhz buna isnad edir. Hüquqi sözü, yəni hüquqlarla idarə olunan deməkdir. Dövlətin vermiş olduğu hüquqlar yalnız dövlətin mənafeyinə deyil, eyni zamanda insanların və vətəndaşların mənafeyinə də xidmət etməkdədir və vətəndaşlar, istərsə də digər əcnəbi vətəndaşlı olmayan şəxslərlə dövlətin münasibətləri hüquqi çərçivədə həll olunur. Sonrakı sözümüz dünyəvi sözüdür ki, dünyəvilik nə deməkdir? Dünyəvilik odur ki, yoldaşlar, din dövlətdən ayrıdır. Fikir versəniz, Azərbaycan Respublikasında hazırda şəriət qanunları deyə bir şey yoxdur. Amma yaxın cənub qonşumuz olan İran İslam Respublikası necədir? O dünyəvi dövlət deyil. Niyə? Çünki orada şəriət qanunlar da hal-hazırda qüvvədədir. Yəni, misal üçün, orada spirtli içki içmək və yaxud da deyək ki, zina dini tərəfdən, dini cəhətdən günah sayıldığı üçün cəzaya məruz qalır. Yəni, cəza məsuliyyətinə səbəb olur. Çünki şəriət qanunları da qüvvədədir. Bizdə isə şəriət qanunları qüvvədə deyil və ona görə də din dövlətdən ayrıdır. Bu səbəbdən, yəni bu anlayışa biz dünyəvi deyirik. Dünyəvi anlayışı dinin dövlətdən ayrı olmasını, mənasını daşıyır. Unitar respublikadır bildirir. Unitarlıq respublikaların quruluş modelidir. Biri var unitar respublikalar, biri də var ki, federativ respublikalar. Misal üçün, yaxın şimal qonşumuz olan Rusiya Federativ Respublikasına baxsaq, orada necədir vəziyyət? Dövlətin daxilində başqa kiçik dövlətlər var. Misal üçün, Çeçenistan, Dağıstan və başqa dövlətlər var ki, bunlar artıq vahid mərkəzləşdirilmiş bir yerdən idarə olunmurlar, fərqli-fərqlidir. Yəni, ayrıca dövlətlərdir, özlərinin konstitusiyası var, daxildə müəyyən qədər müstəqillikləri var, sadəcə xaricdə tabedirlər. Amma Azərbaycanda belə deyil. Azərbaycanın daxilində başqa bir dövlətdən söhbət gedə bilməz. Başqa bir dövlətin varlığını da biz görməmişik, yoxdur belə bir şey. Ona görə də məhz Azərbaycan Respublikası unitar respublikadır. Unitar vahid mərkəzləşdirilmiş deməkdir, yəni bir mərkəzdən idarə olunur. Baxın, bu mənanı daşıyır. İkinci müddəamıza baxırıq. Bildirir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalardır. Dövlət hakimiyyəti daxili məsələlərdə, yəni dövlət hakimiyyətinin, burada artıq biz 3-cü müddəadan etibarən bunu görəcəyik, hakimiyyətlərin bir-biri ilə münasibətləri, istərsə də vətəndaşların hakimiyyətlərə münasibətdə olan məsələlər hər biri hüquqla tənzimlənir. Yəni, odur, bu mənanı daşıyır, yalnız hüquqla məhdudlaşdırılması. İkinci tərəfdən deyir ki, xarici məsələlər. Xarici məsələlər artıq xarici dövlətlərlə olan məsələləri ehtiva edir. Eyni zamanda bizim xarici dövlət, hər hansı bir dövlətə münasibətimiz, misal üçün, müharibə elan etmişik, müharibə edirik və o müharibənin strategiyasında istifadə olunan silahlar və s. və ilə axır bunlar tərəfdar çıxılan müqavilələrdəki hüquqları pozmamalıdır. Yəni, onun çərçivəsində olmalıdır.
Ümumiyyətlə bunu demək lazımdır ki, xarici dövlətlərin bir-birləri ilə olan münasibətləri beynəlxalq hüquq normalarına əsaslanır ki, o normaların da əsasında beynəlxalq müqavilələr bağlanır. Beynəlxalq müqavilələr məhz xarici dövlətlərin bir-birinə olan münasibətini nizama salmaq üçün nəzərdə tutulub. Bax, bu səbəbdən də xarici məsələlərdə dövlət hakimiyyətimiz beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Üçüncü müddəamıza gəlirik. Deyir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Nəyə görə hakimiyyətlər bölünür? İlk öncə buna toxunaq, bu hissəyə toxunaq. Deməli, var avtoritar rejimlər, var demokratik rejimlər. Azərbaycanda dövlətin idarə olunması demokratik rejim əsasında həyata keçirilir. Bunun əksinə olaraq dediyimiz avtoritar rejimlərdə isə dövlət hakimiyyəti yalnız bir şəxsin əlində cəmləşir. Bu avtoritar rejimdir. Bizdə isə demokratik rejim olduğu üçün hakimiyyət bölünməlidir. Hakimiyyətlər bölünür, bizdə daha doğrusu dövlət hakimiyyəti bölünür 3 yerə. Qanunvericilik hakimiyyəti, burada da qeyd olunduğu kimi, icra hakimiyyəti və məhkəmə hakimiyyəti. Bu hissəni də yadda saxlamaq üçün yoldaşlar, bu açar sözdən istifadə edə bilərsiniz. MİQ. MİQ açar sözü müəllimlərin işə qəbulu üçün bir növ. Yəni gördüyünüz kimi başlanğıc baş hərflərindən məhkəmə hakimiyyəti, icra və qanunvericilik. Bu şəkildə hakimiyyətlərin adını yadda saxlaya bilərsiniz. Keçək indi əsas hissəmizə. Qanunvericilik hakimiyyətini kim həyata keçirir? Biz keçən dəfəki dərsimizdə də buna toxunmuşduq. Çünki orada referendumla həll olunmayan məsələlər var idi ki, üçüncü məsələdə, üçüncü müddəasında nəzərdə tutulan məsələdə məhz bu hissəni bildirmişdik. Yenə də burada daha aydın şəkildə yazır ki, qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyətini təbii ki, prezidentə mənsubdur, icra hakimiyyəti prezidentə mənsubdur, məhkəmə hakimiyyəti isə adından məlumdur ki, məhkəmə hakimiyyətini məhz məhkəmələr həyata keçirir. Dördüncü müddəaya baxırıq yoldaşlar. Bildirir ki, bu konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Bu nə deməkdir? Baxın, tutaq ki, yenə deyirəm, keçən dəfə biz izah eləmişdik, referendumla həll olunmayan məsələlər var idi. Orada nəzərdə tutulan məsələ var idi. Seçilməsi, təyin edilməsi, təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid olan şəxslərin seçilməsi, təyin edilməsi, təsdiq edilməsi. Yadınıza gəldi yəqin ki, o müddəa. Baxın, o müddəanı biz izah eləyərkən misal gətirmişdik, praktiki bir misal. Məsələn, demişdik ki, baş nazirin vəzifəyə təyin olunması. Necədir prosedur? Prezident baş naziri, yəni təyin etmək istədiyi baş nazirin təqdimatını Milli Məclisə göndərir ki, mən bu şəxsi baş nazir təyin etmək istəyirəm. Milli Məclis isə bu məsələyə öz razılığını ifadə edir. Bundan sonra isə prezident həmin şəxsi baş nazir vəzifəsinə təyin edir. Bu nədir yoldaşlar? Bu görürsüz qarşılıqlı fəaliyyətdir. Yəni prezident onu özü birbaşa təyin etmir, razılıq əsasında təyin edir. Təbii ki, konstitusiyada nəzərdə tutulmuş hal var ki, o halda prezident baş naziri Milli Məclisin razılığı olmadan da təyin edə bilər. Amma standart olaraq, təbii ki, o istisnalıdır. Standart olaraq prezident bunu razılıq əsasında həyata keçirir ki, bu da qarşılıqlı fəaliyyət göstərməkdir. Amma ikinci tərəfdə deyir ki, öz səlahiyyətləri çərçivəsində müstəqildir. Bəli, misal üçün yenə də bildiyimiz bir məsələdən toxunaq, yəni konstitusiyanın lap əvvəlindən bildiyiniz bir məsələ. Misal üçün keçən dəfə toxunmuşduq. Amnistiya və əfv etmə. Referendumla həll olunmayan məsələlərə aiddir. Yəni referendum keçirilməsi mümkün olmayan məsələlərə aid idi ki, demişdik ki, amnistiyanı Milli Məclis həyata keçirir. Yəni Milli Məclisin amnistiya verməsi üçün prezidentdən razılıq almağına, nə bilim, məhkəmə hakimiyyətindən hər hansı bir məhkəmədən razılıq almağına, müraciət etməyinə ehtiyac yoxdur. Belə bir şey yoxdur. Çünki o bunun öz səlahiyyətidir və o səlahiyyəti də müstəqil şəkildə həyata keçirə bilər. Bax, buna görə deyir ki, öz səlahiyyətini çərçivəsində müstəqildirlər. Gəlirik 8-ci maddəmizə Azərbaycan dövlətinin başçısı. Bu maddə ilə bağlı hər zaman dediyim bir hissə var. Ümumiyyətlə yoldaşlar, yadınızda qalsın ki, dövlət qulluğuna hazırlaşırsınız test mərhələsinə. Xüsusilə test mərhələsinə hazırlaşanlar üçün bu önəmli bir nüansdır ki, maddə adına diqqət vermək lazımdır. Bəzən yoldaşlar, bəzi tələbələr var ki, maddə adına diqqət vermədən elə müddəaları keçib oxuyurlar. Xeyr, maddə adı çox önəm daşıyır. Nəyə görə? İndi onun birinci müddəadan etibarən biləcəksiniz. Deməli, dövlətin başçısından söhbət gedir. Hər birimiz bilirik ki, dövlətin başçısı kimdir? Təbii ki, Azərbaycan Respublikasının prezidentidir. Və Azərbaycan Respublikasının prezidenti dövlətin başçısı olaraq ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. İndi baxın, mən dediyim hissə burada özünü doğruldur. Testlərdə söz oyunu olaraq burada dövlət yerinə
Götürür xalq yazır və yaxud da respublika yazır. Amma biz maddə adına diqqət etsək, söhbət nədən gedir? Dövlətin başçısından. Demək ki, dövlətin başçısı xalqı təmsil edəcək deyil ki, bu maddə ilə bağlı. Dövləti təmsil etməlidir. Bəli, ona görə də bax bu hissəyə yoldaşlar diqqət eləyin. Bu səbəbdən deyirəm ki, maddə adına diqqət olunmalıdır. İkinci müddəamıza baxırıq. Deyir ki, Azərbaycan Respublikasının prezidenti xalqın vahidliyini təcəssüm etdirir. Təcəssüm etdirmək bir növ canlandırmaq, yəni nümayiş etdirmək kimi mənalar daşıyır ki, xalqın vahidliyinin maddəsindən biz bilirik artıq xalqın vahidliyi nə idi. Prezidentin çıxışlarına diqqət etsəniz, prezident çıxışlarında demək olar ki, hər zaman multikulturalizm məsələsinə toxunur. Yəni multikulturalizm məhz xalqın vahidliyinə ehtiva edir ki, müxtəlif xalqların nümayəndələrinin olmasına baxmayaraq xalqın vahid şəkildə yaşaması məhz bundan söhbət gedirdi. Biz keçən dəfə bu haqda geniş danışmışdıq. Yəni bunu təcəssüm etdirən qısacası Azərbaycan Respublikasının prezidentidir və Azərbaycan dövlətçiliyinin də varisliyini təmin edir. Çünki dövlətin başında dayanan odur. Onun yürütmüş olduğu yanlış, misal üçün siyasi strategiya və yaxud da yanlış addımlar o dövlətin belə deyək, müəyyən qədər hüquqi, müəyyən qədər beynəlxalq arenada, hüquqi sferada zərbələr almasına gətirib çıxara bilər ki, bunun axırı daha da pis olsa, yəni bu məsələlər yekunlaşmasa, bu məsələlər həll olunmasa, artıq dövlətin bəlkə də süqutuna da gətirib çıxara bilər. Buna görə də məhz dövlətin başçısı olaraq məsuliyyət onun üzərində olduğu üçün o dövlətçiliyin varisliyini təmin edir. Üçüncü müddəada bildiririk ki, Azərbaycan Respublikasının prezidenti dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Ümumilikdə 4 dənə məsələdir ki, bu məsələlərin təminatçısı prezidentdir. Dördüncü müddəada da bunun sonuncusuna toxunuruq. Dövlətin müstəqilliyidir, ərazi bütövlüyüdür, beynəlxalq müqavilələrdir və məhkəmə hakimiyyətinin müstəqilliyidir ki, bunların hər birinin təminatçısı Azərbaycan Respublikasının prezidentidir. Bunu yadda saxlamaq lazımdır. Keçid edirik 9-cu maddəyə silahlı qüvvələr. Biz bilirik ki, Azərbaycan Respublikasının silahlı qüvvələri mövcuddur. Silahlı qüvvələr birinci növbədə nə məqsədlə yaradılır? Məhz birinci müddəada buna toxunur. Bildirir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədilə silahlı qüvvələr yaradır. Bəli, təbii ki, silahlı qüvvələr hal-hazırda var. Nəyə xidmət edirlər? Dövlətin təhlükəsizliyinə, həmçinin xalqın, dövlət və xalqın təhlükəsizliyinə və müdafiəyə, yəni müharibə oldu, bizi müdafiə eləyəcək, vuruşacaq kimdir? Təbii ki, silahlı qüvvələrdir. Bax, bu baxımdan da o təhlükəsizliyi və müdafiəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası silahlı qüvvələri yaradır. Silahlı qüvvələr dedikdə kimdən ibarətdir? Bu, vahid Azərbaycan ordusudur təbii ki və başqa silahlı birləşmələr də var ki, bunlar ümumilikdə təbii ki, silahlı qüvvələr sayılır. Yəni silahlı qüvvələri təşkil etməkdədir. İkinci müddəada bildirir ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Çünki Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzvdür. Bunun müsahibə mərhələsində dünya görüşü üzrə artıq oxuyanlar, məlumatlı olanlar bilirlər və həmin o təşkilatın deməli nəzərdə tutulan əsasında Helsinki yekun aktı var idi ki, o Helsinki yekun aktında da beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər var ki, biz buna 10-cu maddədə də toxunacağıq. Zaten burada adını görürsünüz onun. O prinsiplərdən 10 dənə əsas prinsip var ki, o prinsiplərdən bəzilərini deyim misal üçün. Dövlətlərin ərazi bütövlüyü prinsipi var, dövlətlərin ərazilərinin toxunulmazlığı prinsipi var, beynəlxalq münaqişələrin sülh yolu ilə həlli prinsipi var. Bax, bu prinsiplərin əsasındadır ki, Azərbaycan Respublikası məhz ona tərəfdar çıxdığı üçün başqa dövlətlərin müstəqilliyinə qəsd etmək, bunun artıq ərazi toxunulmazlığının pozulmasıdır və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Yəni beynəlxalq münaqişələrin çünki həllində sülh yoluna daha çox yaxınlaşmalıyıq. Bu bizim tərəfdar çıxdığımız bir prinsipdir. Məhz bu səbəbdən də bax bu məsələlərdə müharibəni Azərbaycan Respublikası rədd edir. Sonrasında deyir ki, Azərbaycan Respublikasının prezidenti silahlı qüvvələrin ali baş komandanıdır. Bəli, biz onsuz da bunu bilirik, bu məlumatı biz bilirdik. Bir daha bizim üçün təkrarlanmış oldu. Burada diqqət olunmalı bir dənə hissə var ki, baxın yoldaşlar, söhbət nədən gedir? Silahlı qüvvələrdir. Görürsünüz, buna görə deyirəm, maddə adına diqqət etmək lazımdır. Maddə adı nədir? Silahlı qüvvələr. Məhz burada da söhbət silahlı qüvvələrdən gedir. Bu müddəanı, bax, bu gördüyünüz müddəanı bəzən söz oyunu eləyərək
Azərbaycan dövlətinin başçısı, yəni dövlətin başçısı adlı 8-ci maddəyə aid edirlər. Məsəl üçün, sual düşür ki, dövlətin başçısı maddəsi ilə bağlı müddəalardan biri yanlışdır. O müddəaların içində bu da var və bəzi namizədlər bunu o maddəyə aid etməyə çalışırlar. Xeyr, burada diqqət etsək, silahlı qüvvələrdən söhbət gedir. Dövlətin başçısından getmir ki, onsuz da prezident dövlətin başçısıdır, amma əlavə olaraq onun bir funksiyası da, bir vəzifəsi də var ki, o ali baş komandandır və bu silahlı qüvvələr maddəsində bildirilir. Dövlətin başçısında yox. Çünki bu tamam bir ayrı bir vəzifədir. Dövlətin başçısından əlaqəli bir vəzifə deyil. Bu belə. Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri. Bəli, biz bayaq bundan söhbət eləmişdik və burada nəzərdə tutulur ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Dediyim kimi, orada 10 əsas prinsip var. Xarici dövlətlərin, yəni başqa dövlətlərin ərazisinin bütövlüyü prinsipi, ərazilərin toxunulmazlığı prinsipi, beynəlxalq münaqişələrin sülh yolu ilə həlli prinsipi və sair və ilaxır. Yəni biz artıq bunların bəzilərindən tanış olduq. Ərazi məsələsi. Maddə 11. Ərazi. Demək, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Biz buna atar söz olaraq VTB deyirik yoldaşlar. VTB başlanğıc hərflərinə uyğun olaraq vahid, toxunulmaz və bölünməz. İkinci müddəada ərazinin əhatə elədiyi konkret olaraq tərkib hissənin adı çəkilir ki, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi və Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsi sayılır. Və daxili sular dedikdə göllər və çaylar nəzərdə tutulur. Misal üçün, Xəzər dənizi məlum məsələdir. Xəzər dənizinin bizə mənsub olan bölməsidir ki, bizim ərazinin tərkib hissəsində sayılır və təbii ki, Azərbaycan Respublikası üzərindəki hava məkanı da ərazinin tərkib hissəsi sayılır. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Yəni, başqa bir dövlət bizim ərazini təbii ki, mənimsəyib özgəninki, yəni özününki saya bilməz. Buna görə deyir, özgəninkiləşdirilə bilməz. İkinci müddəasında, daha doğrusu müddəanın ikinci cümləsində isə bildirir ki, Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir. Təbii ki, tarixdə də belə bir şeyə şahid ola bilmərik biz. Müstəqil Azərbaycan Respublikasından söhbət gedir təbii ki. Yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər. Biz onsuz da yalnız referendumla həll olunan məsələlərdən bilirdik ki, dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendumla həll olunan bir məsələdir və burada da tam aydın şəkildə ifadə eləyir ki, əgər bu məsələ varsa, referendum keçirilməlidir təbii ki. Referendumda Milli Məclisin qərarı vasitəsilə olur. Yəni bunu qeyd edim ki, bunu 95-ci maddə və 109-cu maddədən keçərkən öyrənəsinik onsuz da. Referendumu təyin edə bilən prezidentdir, bir də Milli Məclisdir. Amma sırf dövlət sərhədlərinin dəyişdirilməsindən bağlı referendumun keçirilməsi isə Milli Məclisin qərarı əsasında baş verir. Yəni Milli Məclis referendumun keçirilməsinə bağlı qərar verir və bu zaman bütün əhali arasında referendum keçirilir. Xalqın iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilir. Bu da belə. Gəldik maddə 12-yə, dövlətin ali məqsədi. Dövlətin ali məqsədi nədir? Dövlət qulluğunun müsahibə mərhələsində xüsusilə şablonlaşmış bir sualdır bu. Bildirir ki, insan vətəndaş hüquq və azadlıqlarının Azərbaycan Respublikası vətəndaşlarına da layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Yəni, dövlət özünün ali məqsədi olaraq onu müəyyən edib ki, insanların, vətəndaşların hüquq və azadlıqlarını təmin etsin və yalnız vətəndaşlarının layiqliyyət səviyyəsini təmin etsin. Yəni, burada diqqət olunmalı bir hissə var, söz oyunu bunun üzərindən gedir. Mən ona görə bu hissələri qalan hərflərlə qeyd etmişəm. Vətəndaşların layiqliyyət səviyyəsi. Onsuz da hüquq və azadlıqlar ümumidir və insan vətəndaş hüquq və azadlıqları təmin edilir. Yalnız vətəndaşların layiqliyyət səviyyəsi təmin edilməlidir yoldaşlar. Bu hissəyə diqqət edək. Çünki xarici bir dövlətin vətəndaşını düşünək. Xarici bir dövlətin vətəndaşına belə sadə dillə desək, öz dövləti günahlamırsa, yəni sadə dillə deyirəm bir daha, öz dövləti günahlamırsa, yəni öz dövləti onun rifahına çalışmırsa, biz nəyə görə onun, bizim dövlət yəni nəyə görə onun layiqliyyət səviyyəsini təmin etməlidir, yəni onun rifahına falan çalışmalıdır? Xeyr. Bu, dövlətin yalnız vətəndaşlar qarşısında bir növ məsuliyyəti kimi başa düşülə bilər. Başqa xarici dövlətin vətəndaşlarına söhbət gedə bilməz. Ona görə də bu hissədə, yəni vergüldən sonra olan bu hissədə yalnız Azərbaycan Respublikası vətəndaşlarına layiqliyyət səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi olaraq
müəyyən olunubdur. İkinci müddəada isə bilirik ki, bu Konstitusiyada sadalanan insan vətəndaş hüquq və azadlıqları, hansı ki biz bunu 3-cü fəsildən etibarən hissəsiyik, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bəli, bir sıra tərəfdar çıxdığımız beynəlxalq müqavilələr var, misal üçün Cenevra Konvensiyası kimi və burada insan hüquqları qorunur ki, həmin hüquqlar, yəni bu Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqlar da həmin müqavilələrə uyğun şəkildə tətbiq edilməlidir. Gəlirik maddə 13-ə, mülkiyyət məsələsinə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu aydın bir məsələdir artıq. Mülkiyyətin növləri var. Biz əsas məsələ bunu bilməliyik. 3 növ var mülkiyyətin. Dövlət mülkiyyəti, gördüyünüz kimi xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti. Dövlət mülkiyyətinə misal kimi desək, misal üçün dövlətin orqanları, yəni misal üçün nazirliklər, digər orqanlar, bunların yerləşdiyi ərazilər, yerləşdiyi binalar bu dövlət mülkiyyəti sayılır. Xüsusi mülkiyyət bizlərin mülkiyyətidir. Misal üçün bizim avtomobilimiz, bizim evimiz və s. bunlar xüsusi mülkiyyət sayılır. Bələdiyyə mülkiyyətinə misal deyə bilərik. Bu isə bələdiyyənin nəzdində olan torpaqları misal deyə bilərik ki, bunlar isə bələdiyyənin mülkiyyəti sayılır. Üçüncü müddəyə diqqət edirik. Deyir ki, mülkiyyətdən insan vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri və şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Təbii ki, kifayət qədər biraz belə deyək, qaranlıq qalan, biraz necə deyim, qaranlıq kimi başa düşülən bir müddəadır. Bu müddəaya təbii ki, praktiki bir misal lazımdır ki, biz daha yaxşı şəkildə bu müddəanı başa düşək. İlk növbədə bunu demək istəyirəm ki, bu hissələri rahat yadda saxlamaq üçün sözlərə fikir verin. Sözlər arasında bir növ qafiyələnmə var. Baxın, cəmiyyət, dövlət və şəxsiyyət. Hər üç sözün sonluğu ət ifadəsi ilə bitir. Buradan bir növ qafiyələnmə olaraq rahatlıqla yadda saxlaya bilərsiniz. Yəni, bəzən bunlarda söz oyunu olur. O söz oyununun qarşısını almaq üçün bu metodu sizlərə bölüşürəm. Bizə əsas məsələmizə bu müddəanın praktiki tərəfinə, yəni praktiki tərəfində nə nəzərdə tutulur? Baxın, tutaq ki, belə deyək, mənim bir mülkiyyətim var. Ərazi mülkiyyəti, ya torpaq mülkiyyəti. Mülkiyyətimdə olan bir torpaq ərazisi var, belə deyək. Bu torpaq ərazisi çox böyük bir ərazini əhatə eləyir. Amma belə deyək də, torpaq ərazisi dedikdə əkinçilik üçün nəzərdə tutulan bir torpaq ərazisi deyil. Həyət kimi bir ərazidir. Deyək ki, şəhərin hansısa bir hissəsində. Bu hissədə dövlətin müəyyən bir layihəsi var. Misal üçün, deyək ki, dövlət orada park salmaq istəyir və yaxud da nəsə, deyək ki, zavod tikmək istəyir və s. və ilaxır. Və bu hissə, yəni onun zavodu tikmək istədiyi və yaxud da parkı salmaq istədiyi hissənin, o layihəsinin bir hissəsi, deyək ki, misal üçün 1 hektar ərazisi və yaxud da nə bilim, daha böyük bir hissəsi, daha kiçik bir hissəsi ola bilər, mənim ərazim, yəni mənim mülkiyyətimdə olan hissədən keçir. Bu zaman nə baş verməlidir? Bu zaman təbii ki, müvafiq qurumun əməkdaşları məndən danışığa keçməlidir və onun dəyərini, yəni onların o layihəsinin üzərinə düşən hissənin, mənim ərazimin hissəsinə düşən hissənin dəyərini əvvəlcədən ədalətli şəkildə ödəməlidirlər ki, bu 29-cu maddədə biz bunu oxuyasıyıq. Dövlət ehtiyacları üçün mülkiyyətin özgərmişləşdirilməsi məsələsi var. Burada da bəli, yəni mənim ərazim sayılan o hissənin kiçik bir hissəsi dövlət layihəsi çərçivəsindədir, yəni dövlətin orada layihəsi var, o hissəni də götürsə daha yaxşı formada layihəni həyata keçirə bilər. Bu halda bəli, mənim mülkiyyətimin o hissəsi, mənim ərazimin o hissəsi mənim təbii ki, icazəm əsasında və dəyəri ödənilməklə dövlətə keçə bilər. Yəni bu şəkildə olmalıdır. Tutaq ki, o müvafiq qurumun əməkdaşları mənimlə əlaqəyə keçdilər və əlaqəyə keçərək mənə dedilər ki, xeyr, biz bu hissəyə ödəniş etməyəcəyik, yəni onun dəyərini ödəməyəcəyik, dövlət onun dəyərini ödəməyəcəkdir. Sənin sadəcə olaraq bir dənə yolun var ki, bizə belə deyək də, sadəcə olaraq köməklik eləmək. Yəni bu ərazini sadəcə qarşılıqlı şəkildə dövlətin mülkiyyətinə keçirmək. Belə bir şey mümkündürmü yoldaşlar? Təbii ki, xeyr, mümkün deyil. Bu nədir? Bu mənim mülkiyyət hüququmun pozulması faktıdır. Bax, ona görə deyir ki, mülkiyyətdən insan vətəndaş hüquq və azadlıqlarının əleyhinə istifadə edilə bilməz. Bu artıq mənim hüququmun pozulmasıdır ki, burada da eyni zamanda hüququmun əleyhinə istifadə edilmiş oldu ki, bu istifadə edilə bilməz. Yəni, burada söhbət məhz bundan gedir. Gəlirik maddə 14-ə. Maddə 14 təbii ehtiyatlardan danışılır. Bildiyiniz kimi təbii ehtiyatlar misal üçün neftdir, qazdır,
və yaxud da ki, deyək ki, qızıldır, qızıl ehtiyatlardır ki, bunlar hər biri təbii ehtiyat sayılır. Təbii ehtiyatlar ümumilikdə Azərbaycan Respublikasıdır. Bəzi yoldaşlar elə zənn edir ki, xalqa xeyr, xalqa mənsub deyil. Azərbaycan Respublikasına mənsubdur. Amma nə cür? Bildirir ki, təbii ehtiyatlar hər hansı fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Aha. Burada nəzərdə tutulan məsələ nədir yoldaşlar? Birinci növbədə biz bilək, fiziki şəxslər kimlərdir? Fiziki şəxslər bilərik. Sadə dillə desək canlı şəxslər. Yəni siz, mən, əcnəbi olsun, vətəndaşlığı olmayan şəxs olsun, bunlar hər biri fiziki şəxs sayılır. Hüquqi şəxslər isə şirkətlərdir. Misal üçün, banklardır, özəl müəssisələrdir, məsələn, deyək ki, özəl xəstəxana olsun, digər şirkətlərdir, müəssisələrdir, məsələn, özəl bir fabrik. Bu hər bir hüquqi şəxs sayılır. Bunlar hüquqi şəxslərdir. Burada nəzərdə tutulan fikir nədir? Baxın, tutaq ki, bax, mən kiməm? Mən fiziki şəxsəm, düzdür? Mənim bir ərazim var, bayaq misal gətirdiyim kimi, böyük bir ərazim var, misal üçün. O ərazidən deyək ki, mən qazıntı işləri apararkən, yəni qazıntı işləri aparırdım. Qazıntı işləri apararkən tutaq ki, bir qızıl yataq aşkarladım və yaxud da deyək ki, neft çıxdı o ərazidən. Bu zaman nə baş verməlidir? Misal üçün, gəlib o əraziyə, o ərazinin təbii ki, misal üçün də bir qapısı var. Yəni elə birbaşa giriş deyil ki, gəlib o ərazinin qapısını zorla, yəni açaraq, müvafiq belə deyək, qurumun əməkdaşları, bu sahə ilə məşğul olan əməkdaşlar, o qapını zorla açaraq içəri daxil ola bilərlərmi? Mənim ərazimə daxil ola bilərlərmi? Xeyr. Bunu biz keçəcəyik. Mülkiyyətin toxunulmazlığı məsələsi var. Daha doğrusu mənzilin toxunulmazlığı hüququ var. Bu məsələ var ki, mənim iradəm ziddinə ora daxil ola bilməzlər. Yəni mən icazə verməliyəm. Və yaxud da ki, əllərində məhkəmədən bir arayış olmalıdır. Bu şəkildə daxil olmalıdır. Yoxsa elə neft çıxıb, hə, bu gün məsəl üçün deyək ki, 5 dəqiqə bundan əvvəl məlum oldu ki, orada neft çıxıb, 5 dəqiqəyə polis əməkdaşları, digər qurumun əməkdaşları gəldilər, icazəsiz girdilər. Xeyr, belə bir şey yoxdur. Bu, mənim hüququmun pozulması olar. Ona görə də deyir ki, onsuz da təbii ehtiyat Azərbaycan Respublikasına mənsubdur. Sadəcə olaraq bu halda diqqət olunmalıdır ki, fiziki və hüquqi şəxslərin hüquq və mənafeləri pozulmasın. Yəni onların hüquq və mənafelərinə xələl gətirilməz. Bax, budur yoldaşlar. Söhbət məhz bundan gedir. Digər maddəmizə gəldik. İqtisadi inkişaf və dövlət maddəsi. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanır və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Məsələ nədən ibarətdir? Baxın, rifah demək yaxşı yaşayış demək. Əgər bir dövlətin iqtisadiyyatı nə qədər yüksəkdirsə, nə qədər yaxşı şəkildə inkişaf eləyibsə, o zaman onun xalqı da demək ki, rifah içərisində yaşayır. Yəni təbii ki, iqtisadiyyat inkişaf eləyibsə, maaşlar da yüksəkdir. İqtisadiyyat inkişaf eləyibsə, iş şansları da, iş yerləri də yüksək səviyyədədir. Bunların hər biri təbii ki, iqtisadiyyatın inkişafından asılıdır və bunun da nəticəsində təbii ki, xalq rifahı yüksəlir. Yəni xalq daha yaxşı maaş alır, daha yaxşı qazanır və belə deyək, qazanılan pulun da dəyəri daha yuxarı olur. Alıcılıq qabiliyyəti də daha yuxarı olur ki, bunların hər biri xalqın rifahının yüksəldilməsinə xidmət edir. Əsas məsələlərdən biri deyir ki, iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanır. Bəli, 13-cü maddədən bildik ki, 3 dənə əsas mülkiyyət növü var: dövlət, xüsusi və bələdiyyə mülkiyyəti. Yəni bunlardan yalnız bir mülkiyyət növü üzərində iqtisadiyyatımız inkişaf etmir. Müxtəlif mülkiyyət növlərinə əsaslanır. Məsələn, mənim öz şəxsi mülkiyyətimdə olan torpaq ərazim var. Mən orada əkin işinlə məşğul olam. Yəni əkin əkirəm, onu becərirəm, onu istehsal eləyirəm, onu ixrac eləyirəm, yəni göndərirəm də satış falan. Bunlar hər biri nədir? Bunlar da təbii ki, iqtisadiyyatın inkişafına köməkdir. Yəni kiçik də olsa, çox kiçik də olsa, hər biri köməkdir. Bax, buna görə də iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanır. İkinci müddəada bildirir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir və iqtisadi münasibətlərdə inhisarçılığa, haqsız rəqabətə yol vermir. Azad sahibkarlıq məsələsi məlum olan bir məsələdir. Yəni azad sahibkarlığa təminat verir. Bu gün hər birimiz gedib bir mağaza aça bilərik, gedib bir müəssisə aça bilərik və orada sahibkar kimi fəaliyyət göstərə bilərik. Buna təminat verir dövlət. İkinci tərəfdə deyir ki, iqtisadi münasibətlərdə inhisarçılıq və haqsız rəqabətə yol verməmək. Haqsız rəqabət bilinən bir şeydir. Yəni malın dəyərindən daha aşağı səviyyədə satılması sırf alıcının diqqətini çəkmək, bazardakı marağı daha çox üzərinə çəkmək üçün bu təbii ki, haqsız rəqabət sayılır. Yəni müəyyən qədər endirimlər ola bilər təbii ki.
Amma malın dəyərindən qat-qat aşağı dəyərə, yəni ziyanına, sadə dilində desək, bir müddət ziyanına işləyim ki, daha çox müştəri tutum, daha çox müştəri yığım, müştəri yəni kütləsi qazanım. Bu təbii ki, artıq haqsız rəqabətdir, bu doğru rəqabət deyil. Digər tərəfdə deyir ki, inhisarçılıq. İnhisarçılıq isə bir növ monopoliyanın deyərdim ki, bir növüdür hardasa. Necə? Çünki bir mal və ya məhsulun yalnız bir şirkət, yalnız bir müəssisə tərəfindən satılmasıdır. Və yaxud da bir şəxs deyək, bir sahibkar var, böyük bir sahibkardır. Onun, məsəl üçün, satış etdiyi məhsullarla bağlı yerləşdiyi ərazidə nə qədər ki məhsul var, hamısını yığır, özü satır. Yəni monopoliya yaradır, yalnız mən satmalıyam deyə. Belə bir şey yoxdur. Yəni bu monopoliyadır. Bu inhisarçılıq da adlanır. Yəni buna artıq yol verilmir. Gəldik maddə 16-ya. Sosial inkişaf və dövlət maddəsi. Yenə də mənim metodikam özünü göstərir. Nə deyirəm? Deyirəm ki, maddə adına diqqət etmək lazımdır. Sosial inkişaf və dövlət. Görürsünüz, respublika yox. Bu maddə əslində çox basit bir maddədir. Demək olar ki, izaha ehtiyacı yox. Sadəcə olaraq bu maddədə söz oyunu gedir. Baxın, görürsünüz, mən də qalın hərflərlə vermişəm. Dövlət ifadəsi yerinə respublika yazılır. Axı biz deyirik, maddə adımız nədir? Sosial inkişaf dövlət. Görürsünüz. Ona görə də burada respublikadan söhbət gedə bilməz. Nə olmalıdır? Olmalı dövlət. Bildiririk ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiə və layiqli həyat səviyyəsi qayğısına qalır. Bəli, bunlar yəni başa düşülən məsələlərdir. Xalqın rifahının yüksəldilməsi qayğısına qalır. Müəyyən məsələlərlə, məsələn, işsizlərin işlə təmin etmək, işsizlərə müəyyən qədər deyək ki, güzəştlər etmək, ödənişlər etmək və yaxud da başqa məsələlərdə bunlar hər biri təbii ki, rifahın yüksəldilməsidir, layiqli həyat səviyyəsində qalmaqdır. Bizim müddəada deyir ki, Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi, mənəvi irsini qoruyur. Təbii ki, müəyyən qədər mədəniyyət yerləri açılır, misal üçün teatrlar, başqa muzeylər və sair və ilaxır. Bu hər biri mədəniyyətin inkişafına təsir göstərən addımlardır ki, bunları dövlət həyata keçirir. Gəldik 17-ci maddəmizə, bildirir ailə, uşaqlar və dövlət. Maddə adımıza baxırıq, ailə, uşaqlar və dövlət. 9-cu sinif dərsliklərində İnsan və Cəmiyyət adlı bir dərslik var idi. Orada qeyd edilirdi ki, ailə kiçik bir cəmiyyətdir. Belə bir cümlə var idi orada. Bəlkə də bir çoxlarının yadına gəlir. Bu nöqtədən götürsək, bəli, ailə kiçik bir cəmiyyətdir. Çünki birinci növbədə ailə formalaşır ki, sonradan artıq o ailə böyüyərək böyük bir cəmiyyəti yaratmış olur. Tarixən bu belə gəlir. Buna görə də cəmiyyətin əsas üzəyi kimi ailə sayılır və ailə də dövlətin xüsusi himayəsindədir. İkinci müddəada bildirir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Təbii ki, heç bir uşaq şuurlu şəkildə dünyaya gəlmir. Hər bir uşaq şuursuz şəkildə dünyaya gəlir. Amma valideynlər isə şuurlu şəkildə valideyn olurlar. Yəni valideyn olmağı özləri seçirlər. Bunu heç kim məcbur eləmir ki, kimsə kimisə məcbur eləyə bilərmi ki, sən ailə qur və valideyn ol? Xeyr, təbii ki. Bunu şuurlu şəkildə hər bir valideyn həyata keçirir və bu zamanda valideyn kimi əgər övladın olubsa, o övladın qayğısına qalmaq, onu tərbiyə etmək də sənin valideyn kimi borcundur təbii ki. Bu borcun yerinə yetirilməsinə də təbii ki, dövlət nəzarət edir. Üçüncü müddəada bildirir, valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədir. Bildiyiniz kimi, uşaq evləri var, internatlar var və s. və ilə. Burada məhz valideynləri olmayan uşaqlardır ki, onlar dövlətin himayəsindədir. Yəni dövlət onlara baxır, onların təhsilləri dövlət tərəfindən qarşılanır, hər bir şey, yəni dövlət qarşılanmış olur. Dördüncü müddəada bildirir ki, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək konkret qadağandır. Testlərdə söz oyunu olaraq yazıla bilər, yol verilməzdir. Xeyr, görürsünüz, konkret olaraq qadağandır. Gördüyünüz kimi burada da təkrarlanan sözlər var və bizim bu hissələri yadda saxlamamız üçün mütləq və mütləq açar sözə ehtiyacımız var. Bu hissəni yadda saxlamaq üçün məshət açar sözündən istifadə edirik yoldaşlar. Məshət. Belə ki, bu hissə ilə mənəviyyat deyirik. S hərfi ilə yadımızda saxlayacaq sağlamlıq. Yəni deyirik ki, mənəviyyat, sağlamlıq və təbii ki, bu hissə ilə isə yadda saxlayırıq ki, bu isə həyat sözüdür. Yəni bu şəkildə bu açar söz vasitəsilə biz bu hissələri yadda saxlamış olduq. Mənəviyyat, sağlamlıq və həyat. Ümid edirəm ki, bu açar sözlər hər biriniz üçün yararlı olacaqdır. Növbəti müddəamıza keçirik. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Yəni hədd budur, 15 yaşına kimi 15 yaşına çatmamışlar işə götürülə bilməzlər.
15 yaşına çatmışlar isə təbii ki, qanunla müəyyən olan hallar var ki, o hallara diqqət olunmaqla işə götürülə bilir. Yeri gəlmişkən deyim ki, bir müddianın məntiqi əksi o müddianın doğru olması deyil. Sizə testlərdə məsəl üçün yaza bilər ki, 15 yaşına çatmış uşaqlar işə götürülə bilərlər. Bu müddianın əksidir ki, doğru olması demək deyil. Biz yazılan kimi, yəni konstitusiyada necə yazılıb, o şəkildə də bunu götürməliyik. Sadəcə olaraq bilməliyik ki, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər və uşaq hüquqlarının həyata keçirilməsinə də təbii ki, dövlət nəzarət edir.